Əməkdaşımız Yusif Kərimli ötən həftə Rumuniyadaydı. Dövlət Neft Şirkətinin Rumuniya nümayəndəliyinin təşkil etdiyi Novruz şənliyində iştirak edən çəkiliş qrupumuz eyni zamanda bu ölkədə yaşayan həmvətənlərimizin fəaliyyətləri ilə yaxından tanış oldu. İndi Rumuniyadan hazırlanan geniş buraxılışımızı sizlərə təqdim edirik. Rumuniyaya səfərimiz Dövlət Neft Şirkətinin dəstəyi ilə həyata keçdi. Məqsədimiz bu ölkədə yaşayan həmvətənlərimizin oradakı fəaliyyətlərini yaxından izləmək idi. SOCAR-ın Buxarestdə təşkil etdiyi Novruz şənliyi səfərimizin ilk gününə rast düşmüşdü. Bizim üçün gözəl sürpriz idi. Çünki Rumuniyada yaşayan, işləyən və təhsil alan Azərbaycanlıların hamısı ilə bir aradaydıq. Rumuniya xoş gəlmisiniz. Bütün Azərbaycanlıların Novruz bayramını təbrik edirik. Bizim də dövlətimizdən, ölkəmizdən uzaqda, bir Avropa ölkəsində, yəni SOCAR-ın rəhbərliyinə mən fürsətdən istifadə edib təşəkkür eləmək istəyirəm ki, belə bir dəstək verdi. Rumuniyada yaşayan Azərbaycanlıları bir yerə yığdıq. Ondan sonra bizim Rumun həmkarlarımız, partnyorlarımız, iş tərəfdaşlarımız, onlar Azərbaycanın gözəl adət-ənənələrinin olduğunu gördülər. Mən belə tədbirlərin inşallah olmasını çox arzulayıram. Vətəndən uzaqda olsalar da Novruz şənliyini elə Azərbaycandakı kimi qeyd edirdilər. Yumurtalar döyüşdürülür, bayram musiqisi səslənir. Rəqsləri isə görməyə dəyərdi. Çox xoşdur ki, bizə buradakı Azərbaycan icması, Azərbaycan sevərlər, Rumun dostlarımızla birgə bu xoş bayramı birgə qeyd edirik. Və inanıram ki, bu bayram biz qəriblikdə olan insanlar üçün, yəni belə deyək, istər səfirlik olsun, istər Azərbaycan icması olsun, istər tələbələr olsun, istər gənclər olsun. Yəni bizim bərabərliyimiz, bu münasibətlə bərabərliyimiz bizə ayrıca zövq, xüsusi bir zövq verir və müəyyən qədər qəribçiliyimizi unutdurur. Buxarestdə bir araya gələn Azərbaycanlılar adət-ənənələrimizi layiqincə yaşadır. Təkcə tonqal qalamaq mümkün deyil. Digər milli ənənələrimiz olduğu kimi təbliğ edilir. Həm də Rumuniyalı qonaqların qarşısında. Qürbətdə yaşayan Azərbaycanlı gənclərin Azərbaycanda yaşayan gənclərdən fərqləri ondadır ki, onların ürəyi vətəndən iki qat döyünür. Evdəkilərdən uzaq olsam da özümü evdəki kimi hiss edirəm. Bu günləri burada tədbir keçirilir. Stolumuzun üstündə şəkərbura paxlava olması bizi çox sevindirir. Bəzi adət-ənənələrimiz var ki, onları burada düzdür etmək olur, ancaq o dərəcədə etmək olmur. Hamı uşaqlıqda taxta oğurluğu, belə bir şey var, əməl var idi. Ocaq qalamaq üçün. Sırf ocaq qalamaq üçün biz taxta belə oğurluq eləyirdik. İndi düzdür qanunla düzgün deyil, amma bunu burada eləmək heç mümkün deyil. Cəmaət bizi biraz yaxşı başqa cür başa düşər. Düzdür, Rumuniyada tonqal qalamaq mümkün olmasa da uşaqlar bacardıqları qədər Novruzun atributlarını yerinə yetirməyə çalışırlar. İndi yumurta döyüşdürmək istəyirlər. Kim döyüşəcək? Hamı əlini atdı yumurtaya. Siz də seçin, kim döyüşəcək, seçsin, yumurta seçsin. Yaxınlaşdırın. Əliniz əsin. Mən qalib gəldim. Mən də bütün Azərbaycan xalqının Novruz bayramını təbrik edirəm. Görsədim. Xanım qələbə çaldı. Bəli. Mən də bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Bayram şənliyinə bu ölkənin rəsmləri də qatılmışdı. Rumuniyanın Xarici İşlər Nazirinin mavini Mihniya Konstantinescu, Neft-Qaz İdarəsinin rəisi Kornel Kandreya, Türkiyə, Pakistan və Qazaxstan kimi ölkələrin səfirləri şənliyi sona qədər izlədilər.
Bakıdan gələn sənət adamlarının ifası isə bayram kefinə kef qatdı. Qəlbimdə qaynar qızıldan çaylar, şöhrətim adım Azərbaycan. Təşəkkür edirəm. İndi hazırladıq. Ola bilsin ki, xoşunuza gəldi. Bunlar isə Rumıniyanı Bakıda keçiriləcək Avroviziya mahnı yarışmasına təmsil edəcək Mandinga qrupudur. Onlar Azərbaycanı görmək üçün tələsdiklərini deyərək yarışmanı səbirsizliklə gözlədiklərini bildirdilər. Abia așteptăm să ne vedem în Azerbaycan, la Baku, să dansăm Zaleyla. Până atunci, votați-ne! Bakıda sizlə görüşməyi səbirsizliklə gözləyirik və sonsuz səslərinizi bizdən əsirgəməyin. Öpürəm siminizi. Kum? Hamınızı. Qrup üzvləri Novruz bayramı təbriklərini isə yarışmada ifa edəcəkləri Zalela mahnısını ilk dəfə həmvətənlərimiz qarşısında ifa etməklə bildiriblər. Ertəsi gün Buxarestdəki Heydər Parkına gəlirik. Rumunların sevimli istirahət məkanı olan bu park Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına ərsəyə gəlib və iki ölkə arasındakı dostluq münasibətlərinin simvolu sayılır. Rumıniya ilə biraz daha Bakıya oxşuyur. Yazın qızmar vaxtıdır, təsəvvür edin, insanların sifətində təbəssüm, hər kəs istirahət eləmək üçün üz tutub parklara və elə burada Rumıniyanın mərkəzində Heydər Əliyevin adını daşıyan parkdır. Azərbaycan hökumətinin ayırdığı maliyyə vəsaiti ilə ərsəyə gəlmiş bu parkda çoxlu sayda insanları görmək olur. Elə Bakıda insanlar necə istirahət eləyir, qocalar necə bir-birləri mehriban söhbət edir, eyni xoş mənzərəni burada da görmək mümkündür. Parkın içində davamlı olaraq təmizlik və bəzəmə işləri aparılır. Elə bu Rumun qadınlar da yaz gəldiyi üçün gül kollarını budadıqlarını deyirlər. Bakıdan gedən sənətçi dostlarımız da günəşin istisindən, parkın gözəlliyindən ilham alıblar sanki. Canım Bakı, qanım Bakı, ana vətən, yaranmısan xalqimizin qüdrətindən. Qara qanın qaranlığa işıq saçır, ağ günlərdən gələcəyə yollar açır. Qara qanın qaranlığa işıq saçır, ağ günlərdən gələcəyə yollar açır. Sən həyatım, qolum qanadım, şöhrətim adım, Azərbaycan. Qəlbimdə qaynar qızıldan çaylar, şöhrətim adım, Azərbaycan. Samir, sənin əhval-ruhiyyən necədir? Çox gözəldir və belə gözəl insanlarla yola çıxmaq mənim üçün çox xoşdur. Rumuniyada qalacağımız 4 gün ərzində bu ölkənin ən gəzməli, görməli yerlərinə getməyi planlaşdırırıq. Yolumuz ilk olaraq Buxarestdən o qədər də uzaqda olmayan Sinaya şəhərindən keçir. Rumıniyanın təbiəti sözün əsl mənasında valeh edicidir. Elə Rumıniyanın müxtəlif yerlərini gəzib görmək istəməyimiz də elə bu maraqdan irəli gəlir. Bilirsiniz ki, bu qış Avropa ölkələri arasında qarın daha çox yağdığı yerlərdən biri də elə Rumıniya əraziləri idi. Hətta görüntülər gəlirdi, baxırdıq ki, 2-3 metrə qədər qarın qalınlığının qalxdığı yerlər vardı. Hətta yaşayış evləri belə qarın altında qalmışdı bir çox yerlərdə. Elə indi də Buxarestdə isti hava olsa da, Rumuniyada bir çox yerlərdə qar hələ də qalmaqdadır. Hərçəki hava günəşlidir, amma gördüyünüz kimi ətraf qarın içərisindədir. Paytaxtda Buxarestdə təxminən 20-25 dərəcə arasında istilik var, amma 100-150 kilometr aralı çıxsaz yenə də qarı görmək mümkündür. İndi biz Sinaya şəhərindəyik, elə bu şəhərdə
dağlıq ərazidə meşələr var və elə ətraf da qar örtüyü ilə örtülüb. Hələlik günəş bu qarı ərdə bilmir. Ölkənin şimalına doğru hərəkət edirik. 5-6 saatlıq yoldan sonra qarşımıza çıxan Azərbaycan bayrağını görmək yolun bütün ağırlığını unutturur. Sokar brendli yanacaq doldurma məntəqələri Rumuniyanın şimalındakı şəhərlərdə qurulub. Yol boyu yanacaq doldurma məntəqələrinin yanından keçirik. Xəbər alırıq ki, 6 ay ərzində bu ölkədə 12 yanacaq doldurma məntəqəsi işə başlayıb. Stasiya Sokar Vatradorna. Sokar yanacaq doldurma məntəqəsi açılışından sonra bir çox müştərilər hansı ki, onlara əsas vacib olan məhsulun keyfiyyəti və qiymətdir. Və biz də bazara girərkən yüksək keyfiyyətlə və uyğun bir qiymətlə girdik. Sokar yanacaq doldurma məntəqəsi açılandan sonra bazarda olan digər brend şirkətlər isə rəqabətə başlamağa başladılar. Qiyməti yendirdilər, bizim qiymətə uyğun eləməyə başladılar. Bu yol Rumıniyanın Avropaya çıxışını təmin edən Y85 adlanan yoldur. Bu yolun üzərində həm də Rumıniyanın ən turistik bölgələri yerləşir və elə Sokarın da 12 yanacaq doldurma məntəqəsinin çoxsu bu yolun üzərində yerləşir. Hazırda Vatra bölgəsindəyik və dağların yaşıllığından və qarından da gözəlliyi görmək olur və yanacaq doldurma məntəqəsinin şefi də bizə bildirdi ki, bu yol çox stratejidir. Niyə? Çünki bu yolun üzərindən çoxlu nəqliyyat hərəkət edir. Rumıniyanın Avropaya çıxışını və girişini təmin edən bu yolla gedən avtomobillər demək olar ki, öz yanacaq təminatını Sokar yanacağı ilə ödəyirlər. Biz burada hesablayırıq, yəni bu yerə yaxın 50 kilometr məsafədə olan tır parklarına ona görə fikirləşir ki, burada artıq yararlıdır ki, yeni bir tır parkı salınsın və şoferlər gələrkən burada bütün bu xidmətlərdən istifadə edə bilsin. Yeməyidir, duş qəbul etməyidir, 12 saat burada oteldə qalıb dincəlməyidir və digər xidmətlərə daxil olmaq. Məntəqələrdə ölkəmiz haqqında video çarxlar göstərilir, hətta Azərbaycana xas olan nar suyu da satılır. Rumuniyada insanlar nar adı eşidəndə təəccüblənirlərmiş. Görəndə ümumiyyətlə təəccüblənirlər. Elə bil sanki heç görməyiblərmiş kimi. Burada olan dostlarımız bunu bizə dedilər. Ona görə də Azərbaycanı eyni zamanda narla tanıtmaq üçün, narın təbliği üçün Sokar yanacaq doldurma məntəqələrindəki kafelerin adını nar kafesi qoyublar və xüsusilə burada nar şirəsi təqdim olunur gələn insanlara. Elə narı burada gördük, bizim də ağzımız sulandı. Hələ soka hazırlanmamış, biraz nardan yeyək. Nar suyunun 100 qramını burada 9 liraya satırlar. Bu da təxminən 2-3 dollar eləyir. Hərçənd ki, narı burada tapmaq çətindir, ona görə qiymət biraz belə alınır. Amma insanlar sevə-sevə deyilənə görə içirlər. Sokardan bildirirlər ki, hədəf Rumuniyadakı yanacaq doldurma məntəqələrinin sayını artırmaqdır. Çünki müştərilər Azərbaycan yanacağının keyfiyyəti və qiymətindən razıdır. Biz çox məmnunuq xidmətdən, qiymətdən və məhsulun keyfiyyətindən. Sokar Petroleum. Qiymət baxımından da və keyfiyyət baxımından da mən artıq Sokarın müştərisinə çevrilmişəm. Beləcə, Sokara uğurlar diləyib yolumuza davam edirik. Getdiyimiz yolun üzərindəki bazara girməyimiz isə əsl macəra olur. Çünki bazara meyvə almağa girdik, amma bizim üçün həm oxudular, Fură toți, nu spune unul, Românie, țara hoților, măi. Ca românul nu-i nici unul, Fură toți, nu spune unul, Românie, țara hoților, măi. əlimizi doldurdular. Luați cu mâna. Oho! Mahnı oxuyan xala bizə hədiyyə də gətirib. Qoz. Ağsaqqal da deyir ki, cibivə doldur. Hətta işlərini də gördürdülər. Mixayla deyir ki, ona kömək eləyib. Kahları bükəcəyik. Salată. Okay. Salată. 2 or 1. Uite așa, îți faci și legi. Pui aici. Özü hamısını eləyib bitirdi. Ən yaxşı sən özün davam Hai elə. că ține microfonul, leagă. Poftim. Okay. Așa, leagă acum. Onlar üçün kahı bağlayıram. Așa, pune acolo, uite. Amma bilmirəm Mixayla kimi bacaracam ya yox. Așa, așa. Dar trebuie
Onde um vinho mais tarde? Okay? Nice or? Bura Rumuniyanın Vatradorna bölgəsidir. Ucqar turizm bölgəsində bazar adamları müştəri cəlb etmək üçün əllərindən gələn hər şeyi eləyir. Təki alan olsun. Çok aşağı. O da bir adam. Deyirəm bizə də kişilər belə papaq taxırlar. O da əqil uzatdı. Ya bana tuşu kaldı. Deyir ki işimizi dəyişirik. Yox, ən yaxşı mən sənin papağımı qaytarım, sən də mikrofonumu geri ver. Ben tutağım var. Bazarda ən çox satılan və ucuz məhsul isə kartofdur. Rumıniya kartofu ilə məşhurdur. Həm Avropa ölkələrində, həm qonşu ölkələrdə, yaxın ərazilərdə elə bazarlarda da daha çox satılan məhsullardan elə biri də kartofdur. Qiymətinə baxırıq 0.80. Təxminən bizim pulla 10-15 qəpikdir. Bu qədər bağlamanın qiyməti, məhsulun çoxluğu belə olur. Qiymət ucuz olur yəni. Amma Liza adlı kəndli deyir ki, səhərdən heç nə sata bilməyib. Azi n-am făcut nimic. Nu mai nimic. N-am vândut nimic până acum. Aynı Şuvara isə bazara səhər saat 6-da gəlib. La ora 6 dimineața. Göyərtinin dəstəsini elə bizdəki kimi 10-15 qəpiyə satar. Din Târgu Frumos, Iași. 17 yaşlı Georgi isə məktəbi yarımçıq qoyub alverlə məşğuldur. Deyir ki, gələcəyi ilə bağlı hansısa planı yoxdur. Ümumiyyətlə bu barədə düşünməyib. Am 24 de ani, lucrez de o lună de zile. Rumunlar gülməyi sevən millətdir. Fərqi yoxdur, bazardakılar yaxud küçədəkilər. Qonaqpərvərlik də Rumunların üstün keyfiyyətidir. Buna hər yerdə şahid oldu. Xala bizdən o qədər xoş gəlib ki, bazardan çıxa-çıxa belə qoz gətirdi bizə. Thank you. Plăcere, plăcere. Nəhayət, yolumuzu bu ölkədəki ən nüfuzlu təhsil müəssisələrinə salırıq. Vom duce România. Buxarest Beynəlxalq Məktəbinə gəlmişik. Bura sanki BMT-ni xatırladır. Çünki məktəbdə 40 millətin nümayəndəsi təhsil alır. Məktəbin divarlarından, şüşələrin üst hissəsindən asılmış bayraqlar da burada təhsil alan məktəblilərin hansı ölkələrdən olduğunu göstərmək üçün bura asılıb və xüsusilə bunu vurğulamaq lazımdır ki, 40 ayrı-ayrı ölkənin nümayəndələri bir məktəbdə eyni müəllimlərdən eyni fənləri öyrənirlər, tədris alırlar və bunun özü dünyada birlik, bərabərlik, tolerantlıq, millətlərin və mədəniyyətlərin dostluğu adına böyük bir nümunədir. 1996 yılında Türk eğitimciler tarafından açılmış okulumuz. Fakat öğrenci sayımızın çok artmasından dolayı 2008 yılında burada görmüş olduğunuz kampüsümüze taşındık. Okulumuzda şu an itibariyle 640 tane öğrenci var. 40 değişik milletten öğrencimiz var. Romenler, Türkler ve dünyanın değişik yerlerinden öğrenciler var. Diplomat çocukları var. Okulumuzda ayrıca Azeri öğrenciler de var. İranlı Azerilerden de var. Buxarest Beynəlxalq Məktəbinin uşaq bağçasında da müxtəlif millətlərdən olan uşaqlar tərbiyə alır. Burada fərqli irqdən olan uşaqlar kiçik yaşlarından birlikdə mehribanlıqla yaşamağı öyrənirlər. Where are you from? From Syria. From Turkey. Romania. Naciva. Bütün milletlerden öğrenciler beraber oynuyorlar, eğleniyorlar, arkadaşça büyüyorlar. Bizim okulumuzun çok önemli bir fonksiyon icra ettiğini düşünüyorum. Dünya barışına, dünya hoşgörüsüne çok önemli katkıda bulunuyor. Çünkü bütün insanlar beraber değişik milletlerden çocuklar beraber büyüdükleri için birbirlerinin dostu oluyorlar, düşmanları olmuyorlar. Buxarestdəki Lumina, yəni İşıq Universiteti isə 2 ildir fəaliyyətə başlayıb. Az müddətə keyfiyyətli təhsil verən universitet adını qazanıb. Üniversitemiz 2010 yılında kuruldu. 4 bölümle, 2 fakülteyle faaliyet gösteriyor. Şu anda Romanya'da en son kurulan üniversite. Avrupa Birliği içerisinde önemli bir misyona sahip olacağını düşünüyoruz. Beləcə, Lumina Universiteti ilə sağollaşıb, elə Rumuniyanı da tərk edirik.